آن پرچم علی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi't tahirin. Allahümme salli ala Muhammedin ve ali Muhammedin ve accil ferecehum. Cin bəndə qalmışdıq tapşırıqlarda. Ənna yekunu əbəl bəraya Adamu və əbuke və səqəlanu əntə Muhammedu. Dedi ki, böyük ehtimal ki, bu xitab Əbu Tayyib Mütənəbbinin şeirindəndir. Böyük ehtimal ki, xitab İmam Həsən və İmam Hüseyin əleyhissalamdır ki, Ənna yekunu əbəl bəraya Adamu və əbuke və səqəlan. Yəni, niyə görə bunu gətiriblər? Bunu şeyx burada niyə gətirib? Çünki burada cümlədə sözlərin yerin qatma qarşı gətirib, ona görə burada bəlağəti pozubdur. O cəhətdən dediyim xətaları tapşın orada. Əslində bu cür olmadı. Ənna yəkunu əbəl bəraya Adamu, məsələn deyək ki, musaviyən li əbikə məsələn Muhammədi. Sən atom Muhammədlə aləmlərin belə birinci şəxsi olan Adəm necə birbirine bərabər ola bilər. Zahirən bu cür demək istəyir, nəsə sözlərin yerin qatma qarşı gətiriblər. Debəndi və min cahilin bi və huvə yechəlu cəhləhu və yechəlu ilmi ənəhu bi cahilu. Cı mümkündür bu cəhətdən gətirməyəcək qurbə qəbrin, qəbr hərbin ki misalını oxuduq. Dedi ki, təqir nəyi vardı orada? Ləhvizi vardı, yəni tənafurul kəlimat vardı, tənafurul kəlimat. Dedi qəbr sözdə, hərb sözdə, qurb sözdə, hamısı təşkili deyiləndə dilə rahat oturur. Amma yanaşı gələndə görürsən ki, dilə çətini gətirir. Cahilun bi yechəlu cəhləhu yechəlu ilmi ənni bi cahilun mümkündür. Tənafurul kəlimat babından ola bilsin gətirib bu sözü ki, bunlar cı, yechəl, elm, cəhl, yechəl dili neynir? Ağırlaşdırır. Tənafurul kəlimat yaradır. Zahirən ona görə gətirib şeyh bunu ki. Və min cahilin bi, bəzilər mənim belə də məqamıma cahillər, məni cahildir və o yechəlu cəhləhu və özü də öz cəhlinə cəhaləti vardı. Və yechəlu ilmi ənəhu bi cahilu və mənim elmimə cəhaləti vardı ki, ənəhu bi cahilu ki, mən bilirəm ki, o bilir ki, o mənim elmimə cəhaləti var bu cəhətdən ki, ənəhu bi cahilu mənə cəhaləti var, yəni bilmir ki, mən onun cahilliyin bilirəm. Mümkündür o cəhətdən bunu misal gətiribdir. Hə bəndi, mübarəkül ismi əğərrul ləqəbi kərimul cirişşə şərifun nəsəbi mümkündür, Allahu aləm. Burada cirişşə sözü ki, kərimul cirişşə, yəni burada qərib sözdən istifadə edir. Cirişşə sözü ki, lüğətdə deyilər ki, qədim işlənməyən sözlərdəndir. Mənası kərimun nəfs şəriful əsl əvin nəsəb. Yəni ləyaqətli nəsil mənası, yəni ləyaqətli nəslin övladı bu mənada. Amma cirişşə sözü mümkündür. Az işlənən sözlərdən olduğu üçün fəsahətul kəlimədən biri budur ki, nə idi? Qərib sözlər olmasın. Sanki cirişşə sözünü işlətməyin orada, sanki o fəsahətin qaydasını pozdu. Ona görə bu şeiri misal ünvana gətirib orada. Yeddi uzkur li kulli vahidi minə təqidil ləfzi vəl mənə və misalən min indik də özündən misal tapçınan, o da ki, asandır. Yəni, bir nəfər internetdə axtarsa, tapıb qoya bilər ora. 8-ci, ələ dav imma dərəstəv həl təstati ən tübəyyinə lənə rütbətə ilmil bəlağı binisbəti lil-ülumil ədəbiyyəl uxra. Deyir ki, bu neçə səhifə ki, oxudun artıq və yoxud bu neçə illərdə ki, sərfdən, nəhvdən ya digər elmlərdən müəyyən qədər oxumusan, bunları biləndən sonra eləyə bilərsən, deyəsən ki, bəyan eləyəsən, bəlağət elminin mərtəbəsi, rütbəsi, dərəcəsi digər ədəbi elmlərə nisbət harda yerləşir? Deyir, bəli. Əgər bəlağətdən məqsədimiz Quran və Əhl-i Beyt əleyhissalamın kəlamlarının gözəlliyin başa düşməkdirsə, sərf nəhvini onu tam şəkildə başa düşmək olmaz. Əgər sərf nəhvi oxuyasan, amma məcazdan xəbərin yoxdur, istiarədən xəbərin yoxdur. Vəştə'lər rə'su şeybən, vəştə'lər rə'su şeybən. Mən nə qədər bəlağət oxumamışdım, Quranın həmən yerən əzbərləmişdim, amma
Hər dəfə o ayədə bu ayə nə demək istəyir? Ta ki kinayəni oxuyandan sonra bəlağətdə başa düşdüm ki, o ayə nə demək istəyir. Tərcüməsinə də baxırdım, nə bilim deyə təfsirinə də baxırdım, amma çatmırdı mənə ki, Zəkəriyya əleyhissalam nə demək istəyir? Ta ki bəlağətdə kinayə bəhsini oxuyandan sonra anladım ki, istiarə. İstiarə kina yox. İstiarəni oxuyandan sonra istiarənin əsliyəsi var, məkniyyəsi var. Onları başa düşəndən sonra başa düşdüm ki, o ayə nədən danışır. Deməli onda söhbət sərf nəfdən ya təfsirdən getmir. Əgər bizim məqsədimiz Quranı başa düşməkdirsə və Quranın da bir çox ayələrində, əksər ayələrində bəlağı nöqtələ işləmsə, deməli onda bəlağət elminin rütbəsi onlara nisbət daha da yuxarıdadır. Əgər onlar müqəddimədirsə, yekun nəticə nə ilə alacağıq? Əksər ayələrdə bəlağətin qayda qanunla alır ki, ondan sonra bəlağət elmi öyrədir ki, orada məqsəd nə idi? Hunnə libasul ləkum və entum libasul ləhun. Onlar sizin paltarınızdır. Arvadlar sizin paltarınızdır, siz arvadların paltarısınız. Lüğət elmi ya sərf elmi burada mənə cümlə müftədasının xəbərini tanıtıra bilər. Məna nə deməkdir? Nə qədər məcaz bilmirsən, kinayə bilmirsən, məkniyyə, nə bilim ləfziyyə, nə bilim nə başa düşməzsən ki, ayədən məqsəd nədir? Ona görə də sanki belə deyək, sərfdən nəhvənəndə daha yuxarı mərtəbədədir. Çünki onun sayəsində Quran ayəsinin o incəliklərini başa düşmək mümkündür. 9-cu liməzə uxtussət el-bəlağətu bi'ilməyil məani vəl-bəyan məənnə tətəvəqqəf alə ulumin uxra. Deyir, bəlağət elmi digər elmlərə də möhtac olduğu halda, ehtiyac olduğu halda, onlardan asılı olduğu halda niyə görə ancaq məani və bəyan elmlərin bəlağətdən sayıblar? Niyə görə digər elmlər bəlağətdən sayılmır? Çünki bəlağət elminin iki əsas funksiyası var. Bir, dediyin sözü mövcud şəraitin, muqtəzəl halın tələbinə uyğun deməlisən. Ona görə də məaniyə ehtiyacın var. İkincisi, qurduğun cümlə fəsahət qanunların pozmamalıdır. O da ki, ikincisi bəyandır. Dediyin söz həm yerinə düşməlidir, həm də ən gözəl cümlə quruluşu ilə deməlisən. Ona görə də məani və bəyan elminin onlar ikisidir bəlağət elminin həqiqətini təşkil edir. Amma qaldı sərfdir, nəfdir, ya məsələn, ulumul lüğədir, digər məsələn deyir, sözlərin müfrədatul lüğədir, bunlar başa düşmək isə onun müqəddiməsidir. Onlar bəlağət elminin həqiqəti deyirlər. Bəlağət elminin canı, həqiqəti o məani və bəyandadır ki, ötən dərsdə danışmışdıq. Bəlağət elminin birinci fənni, əl-fənnul əvvəl ilmul məani. Tərifu ilmil məani, məani elminin tərifi. Rəəyna ennəl bəlağətə hiyə mutabaqatul kəlam li muqtadal hal. Bildiyi ki, bəlağət elminin tərifi budur ki, kəlamın muqtəzəl halına mütabəqəsi, yəni kəlam cümlün mövcud şəraiti, mövcud durumun, muqtəzəl halın belə deyək, tələbinə uyğun deyilməlidir və ondan mütabiqət eləməlidir. Və li ma'rifəti zəlikə usulun və qavaidu. Və bu harda cümlənin, qurduğun cümlə muqtəzəl hala mutabiqdir, mutabiq deyil. Bunun üçün bir sıra üsullar, qayda qanunlar vardır, köklü qayda qanunlar vardır. Tuəllifu bi məcmuhə fənnən. Hamısı birlikdə bir fənni əmələ gətirirlər, təlif edirlər, əmələ gətirirlər. Utliqa aleyhi ilmul məani. Bunların hamısının məcmuəsinə ilmul məani deyirlər. Deməli, ilmul məani bir sıra üsul və qaidələrin məcmuəsidir ki, onların köməyi ilə kəlamın muqtəzəl halına mutabiqət edib etməməyin bilirik. Və aleyhi, buna görə də yumkin tərifuhu bi ənəhu. Buna görə də deyir ki, bunu tərif edə bilərsən. Necə tərif edə bilərsən? Deyərsən ki, ilmun yu'rafu bihi əhvalul ləfzil ərəbi. Məani elmi bir elmdir ki, onun vasitəsilə ərəb ləfzinin halətləri bilinir. Əlləti, o halətlər ki, biha yutabiqul ləfzu muqtadal hal. O halətlərə görə, o halətlərin sayəsində ləfz, kəlam muqtəzəl halından üst-üstə düşür. Deməli onda, əgər deyək ki, tərif vermək istəsə, deyərik ki, məani elmi bir elmdir ki, o ərəb cümlələrinin, ərəb ləfzinin halətlərin bizə öyrədir. O halətlər ki, onların sayəsində söz muqtəzəl halından uyğunlaşır. Yenə qaranlıq qaldı, gəl ki, izah olsun. Təvdihu zalik.
Bu tərifi də izah eləməyə ehtiyacımız vardı. Bu cür qaranlıq qaldı. Ennel lafzal arabi lehu ahval kəsirə. El-məqsud minha fil məqam. Ərəb dilindəki olan cümlələr çoxlu haləti vardır. Bizimsə bu məqamda istədiyimiz bulardır. Ma ya'rudu aləl-lafz min haythu innehu bihi yutabiqu muqtadal hal. Bizim burada istədiyimiz o halətlərsə nədir? Ləfzə üz gətirən, ləfzin üzərində oturan o halətlərdirlər ki, o xüsusiyyətlərlə muqtəzəl hala, yəni mövcud duruma, mövcud şəraitə uyğunlaşır. Məsələn, təkid kimi, təcrid kimi, təqdim kimi, təxir kimi, hamısı gələcək qabaqda və qeyri zalikə minəl əhval. Əlləti səyyəti təarrud lə, hansı ki, bunların barəsində geniş danışacaq və təarruz edəcək bunlara. Və ihtərəzna bil qeydil əxir anil əhval ləti leysət bihədi sifə. Deyir ki, və ihtərəzna, ehtiraz elə bil qeydil əxir, yəni yutabiq lafz muqtadal hal qeydin vurmanı, axırıncı qeydi vurmanı ehtiraz elədik. Əlləti leysət bihədi sifə, bu sifətə deyil. Nə kimi? Yəni muqtəzə hala mütabiqət yaratmaq üçün istifadə olunmur. Kəl-i'lal və sihhə vəl-i'rab vəl-bina, sözdə olan elal qaydaları kimi, səhihlik kimi, mü'rəbdir, məbnidir və ma əşbəhə zalik mimma la buddə minhu fi tədiyyəti əslil məna, hansı ki, əsl mənanı ifadə eləmək üçün bunlara ehtiyacımız var. Bunları ehtiraz edir. Bunlar muqtəzəl hala aidiyyəti yoxdur. Yəni, niyə deyir? Çünki bunlar əsl mənanı çatdırır. Bir danışırıq əsl mənadan, bir də var mənanın həmən mövcud şəraitinə uyğunlaşmasından. Deyək ki, fərzən, bir nəfər bir söz demək istəyir, hansı ki, bilir mənim bu sözümü, dünən dedim, qəbul etmədilər. Bugün həmən cümləni eyni qayda ilə deyərsə, yenə də qəbul olunmayacaq. Amma birdən and içərsə, and olsun Qurana, and olsun Allaha, nə bilim, and olsun dədə öncanına, nənə öncanına, nə bilim, nəyə? Mümkünü qəbul olunar. Deməli, onda əsl məna ki var idi, məsələn, demək istəyirdi ki, filan kəs gələcək, filan kəsi məsələn götürüb aparacaq. Dünən dedi, bir saat bundan qabaq dedi, heç kəs inanmadı. İndi qaydı bir də deyəndə gəl təkid nə desin? O təkiddə ya innə qoşacaq, nə bilim, nunu təkid səgilə qoşacaq, xəfifə qoşacaq, nə bilim, neynəcək, təqdim, təxir eləyəcək. Ta ki, qarşı tərəf ki, inkar eləyirdi, onu o inkarın ortadan qaldırsın. Cümləyə daxil ediləcək deyə, qəsəmdir, məsələn, vallahi söz daxil edəcək, ya innə daxil edəcək, nəm feil səcərsə dalına nun təkid səgilə qoşacaq, nəm xəfifə qoşacaq, nəm neynəcək. Bütün bunlar hamısı nəyə görə idi? Mənanı çatdırmaq üçün yox, mənanı bilirdi. Amma o ki, inkar eləyirdi, muqtəzəl hal, yəni mövcud durumunu tələb eləyir ki, elə bir şeylə təkid eləsən ki, qarşı tərəf sözü qəbul eləsin. Nəinki sözü başa düşsün. O ki, deyir, elaldır, nə bilim, məbniliydi, muğrəbliydi, axırına ədiyək, u deyək, o əsl mənanı çatdırmaq üçündür. Biz o mənanı başa düşüb, onda işləmiyoruz, işimiz yoxdur. Mənanı çatdırma, əsl məna dildəki sözlər, ya məsələn, sərf nəhv qanunları ilə həll olur. Bizim isə bəlağətdə istədiyimiz daha artıq şeydir. Qarşı tərəf inkar edir, istəyir, o inkarını ortadan qaldıraq. İnkarını ortadan qaldırmaq üçün təkid ədatına ehtiyacımız var. Məsələn, bizim istədiyimiz budur ki, təkid kimi sözlər, amma o ki, elal qaydasıdır, mü'rəblidir, məbnilidir, səhihlidir, nədir? Bunlar əsl mənanı çatdırmaq üçündür. Mövcud şəraitin iqtizasına uyğun olmamağının heç bir əlaqəsi yoxdur. Fəl-murad bil-hal fil-məqam, deyir ki, deməli onda bu mətləbdə olan hal sözü keçdi. Nədir məqsəd? Tilkə sifə, o sifətdir ki, əlləti ləv iştəmələ aleyhəl kəlam, əgər kəlam ona şamil olarsa, ləkənə mutabiqən li muqtadal hal. Əgər kəlam həmən özəlliyi özündə ehtiva edərsə, özündə doğruldarsa, özündə saxlayarsa, onda muqtəzəl hala mütabiq olacaq. Fəqavlukə məsələn, limunkiri qiyami Zeyd. Əgər bir nəfər Zeydin ayaq üstə qalxmağına, ayaq üstə olmağına inanmır, inkar edir, yox, ayaq üstə oturub, ya uzanıbdır. Sən ona qaydasında ki, innə Zeydən qaimun. Bir dəfə dedin ki, Zeydun qaimun, dedi, yox, ola bilməz. Sən dedin ki, Zeyd ayaq üstədir. Dedi, yox, ola bilməz. Mən görmüşdüm, məsələn, onun qıçında, məsələn, deyə sarğı var, nə bilim, qıçında dəmir var, neyini, bağlayıblar, kravatına dura bilmir, xəstədir.
İndi sən təkid eləmək üçün nə etməlisən? Geç başına bir innə gətirəsən. Desən, innə Zeydən qaimun deyəsən. Bu kəlamun, həmən bu cümlə, yəni Zeydun qaimun kəlamı ki, əvvəlinə innə gətirmişdin. Müştəmilun əla sifəti təkid. Bir təkid şamil, yəni əvvəlinə bir innə gətirmisən, bu cümlə innə ilə işlənibdir. Niyə görə? Bisəbəbiha, həmən o sifətü, o haqadır sifətə. Həmən o sifəti sayəsində sarə mutabiqən li muqtadal hal. Mövcud durumun iqtizasına uyğun gəlir. Niyə? Çünki qarşı tərəf onu inkar eləyirdi, sən istəyirsən inkar eləməsin, qəbul eləsin ki, doğrudan da Zeyd ayaq üstədir. Bit-təfsil əlləzi təqəddəmə fi tərifil bəlağə. Muqtəzəl halın tərifi ki, təfsili şəkildə bəlağət elminin tərifini ötdü keçdi. Və fīmā yəli nəstə'ridu cümlətən min əhvalil lafzil ərəbi fi zımni əvvabin thəmaniyyə. Qarşıdakı səhifələrdə ərəb cümləsinin, ərəb kəlamının 8 dənə halətini istiraz eləyəcək ki, ərəb dilində bu şeylər 8 cür məsələn deyək, deməli, mövcud şəraitə uyğun ola biləcək cümlə quruluşu ola bilər. 8 dənə deyək ki, bab açacağım burada. Əl-babul əvvəl ənva'ul kəlam. Kəlamın növləri, cümlənin növləri. Ənva'ul kəlam huvəl ləfzul, əl-kəlam. Kəlam nədir? Cümlə nədir? Biz cümləyə tərif verəndə Azərbaycanda dedik ki, bitmiş fikri ifadə edən söz və ya söz birləşməsinə cümlə deyilir. Ərəb dilində də təxminən o mənadadır. Deyir ki, huvəl ləfzul mufid. Mufid faydalı, o mənada yoxdur ki, sənə fayda versin. Söhbət o başa düşdüyümüz faydadan getmir. Yəni, cümlənin mənasının bitməyi cəhətindən fayda verir. Mümkündür, fayda bir nəfər deyər ki, sənin məsələn deyir, nəslin belə-belə olsun, söyüş söyər. Cümlə olar. Faydası da tamamlanıb, amma sənə fayda vermədi. Əksinə sənə mümkün qəzəbləndirdi. Mufid deyəndə məqsəd hökmən ki, xeyirlidən söhbət edir. Mümkün zərərlidir. Mufiddən məqsəd mənanın tamamlığıdır. Təzə tələb olan elə mufid, yəni ancaq fayda verənlərə cümlə deyirlər. Yox, fayda yəni qrammatik faydadan söhbət edir. Yəni cümlə naqis qalmır. Bir dəfə deyirəm ki, məsələn deyək ki, su məsələn deyək pak-pakizədir, təmizdir, su təmizdir. 2 dənə sözdür, cümlə tamamlanıb. Bir də var, məsələn deyərəm ki, stolun üstündəki qoyulmuş su, nə bilim nə dayanaram. 10 dənə söz işlədim, amma tamamlanmadı, fayda vermədi, sən naqis qaldı. Deməli, onda sözlərin sayına görə deyil. Əgərsə bitmiş fikri ifadə eləyirsə, artıq yasuhhu sukut olursa, yəni onun üzərine dayanmaq, sakit qalmaq olursa, onu deyirlər kəlamdır, artıq cümlə tamamlanıbdır. Nəyisədir ki, əl-kəlam, cümlə, huvəl-ləfzul mufid, o, fayda verən bir ləfzdir ki, faidətən tammətən, tam fayda verir. Yəni, tam bitmiş fikri ifadə edir. Belə ki, yəhsunu sükutu aleyha, artıq onun üzərində sakit qala bilirsən. Amma birdən desək ki, məsələn deyək ki, əl-mətaru şədidən, bir dəfə deyək, əl-mətaru şədidun, başa düşdü, yağış şiddətlidir. Bir dəfə deyək ki, yağış şiddətli halda, əl-mətaru şədidən, deyirəm, nə? Bir şey eləyəsin, tamamlansın. Deyirəm ki, əl-mətaru şədidən, məsələn deyək ki, əsabəna. Yağış şiddətli halda bizi tutdu. Yəni, suyun içindən qoydu bizi. Nə qədər o əsabənanı deməmişəm, əl-mətaru şədidən, yəni nə? Şiddətli halda yağış, yəni nə? Nə oldu? Naqis qaldı. Ləm yəhsunu sukut əleyha. Amma kəlamdan, cümlədən məqsəd odur ki, yəhsunu sukut əleyha. Yəni, orada artıq fikir tamamlanır və orada dayanmaq, sakit qalmaq yerinə düşür. Və ləhu nəv'an. Cümlənin də 2 növü vardır. Ən-nəv'ul əvvəl əl-kəlamul xəbəri. Biri var xəbər cümlələri, bir də var inşa cümlələri. Xəbər cümlələri deyəndə nəsə xəbər verir. Deyirəm ki, məsələn deyək ki, su dağıldı. İnşa cümlə deyirəm ki, mənə su gətir. Biri inşadır, əmr eləyirəm, yəni qadağan eləyirəm, bir də xəbər verirəm. Birinci növ əl-kəlamul xəbəri, yəni xəbər cümlələri. Təriful xəbər. Əl-xəbər huvəl-kəlamul muhtəməl lis-sidqi vəl-kizbi li-zatih. Xəbər o cümlələrə deyilir ki, əl-muhtəmil, yox, əl-muhtəməlu, muhtəmil deyək, ismi fail oxuyaq. Huvəl-kəlamul muhtəmil lis-sidqi vəl-kizbi li-zatih. Kəlam, cümlə o şeydir ki, xəbər o kəlamdır ki, o cümlədir ki,
doğru və yaxud yalançılığı ehtimal edir, özü ilə daşıya bilir li zati, özü özlüyündən. Deyirəm ki, məsələn deyək, əl-cəvvu mumtirun. Əl-cəvvu mumtirun. Hava yağışlıdır. Oldu? Cümlədir. Əl-cəvvu mübtədadır, mumtirun da onun xəbəridir. Oldu cümlə. Bu cümlə, demək xəbər cümləsidir. O cümlələrə deyirlər ki, ya düzgünlük, ya sadiqlik, ya da kaziblik onun zatındandır. Çıxaram, baxaram, əgər həqiqətdə yağış yağırsa, demək ondan əmiş sadiq imiş. Yox, əgərsə yağış yağmırsa, demək bu məna nəmiş, kizb imiş, yalan imiş. Çıxdım, baxdım, gördüm, ya yağış yağır, ya yağmır. Deməli, onda xəbər cümləsidir, o cümlədir ki, onu sidq və yaxud kizbinə vəsf eləmək olar. Əgər xaric aləmdən deyilən o məna ilə üst-üstə düşürsə, həqiqətdə o cürsə deyirəm, hadihi cümlətun sadiqə, düzgün cümlədir, düzdür. Həyatından üst-üstə düşür, xaricdən üst-üstə düşür. Yox, əgərsə xaricdə deyilən o məlumatla üst-üstə düşmürsə, yəni o verilən məlumat həqiqətlə üst-üstə düşmürsə, deyilən bu nədir? Kazibədir, hadihi cümlətun kazibə. Yaxşı, bu lizatih nəyə görədir? Deyir ki, yəni özü özlüyündə haqqul ləfsdə, yəni o cümlənin özündə bu qabiliyyət var ki, sidq və yaxud kizbinə vəsf olunmağa. Bəzi hallarda sidq və kizb başqa yerdən vəsf olunur. Aydın oldu? Mümkündür deyək ki, bəzi hallarda o lizatih olur, bəzi hallarda liğeyrih olur, başqasına görə o cür olur. Vəl murad bis sidq mutabaqatul xəbər lil vaqi. Gəl biz izah edəcək qabaqda. Sidqdən məqsəd xəbərin vaqe ilə mutabiqətidir. Tutaq ki, məsələn, fərzən belə deyirəm ki, Aliyyun şucaun vəl Öməru cəbanun. Elədir? Aliyyun şuca vəl Ömər cəban və Ömər cəban. Əli şücaətlidir, Ömər qorxaqdır. Tarixi araşdırdıq, gördük, həqiqətdə bu cürdür. Sadiq o deməkdir ki, nədir? Xarici aləmdən vaqein üst-üzə düşür. Vəl kizbu ədəm mutabiqətihi ləhu. Kizbisi o deməkdir ki, xarici vaqe ilə, yəni vaqe aləminə, nəfsül əmrinə, vaqe ilə üst-üstə düşmür. Və nəzər fil ihtimali sidqi vəl kizbi iləl kəlami nəfsih. Deyir ki, məqsədimiz fi ihtimali sidqi vəl kizbi iləl kəlami nəfsih. Söhbət həmən cümlənin özünə görədir, özündən gedir. Yəni, və nəzər fi ihtimali sidqi vəl kizb, həmən cümlənin doğru və yaxud yalanı özündə daşıması, ehtimal eləməsi ilə kəlami nəfsi. Söhbət o kəlamın özündən gedir. Bisarfin nəzər, ən xüsusiyyətil muxbir. Yəni, o xəbər gətirən necə adamdır, ondan danışmırıq biz. Ondan gözümüzü yummuşuq. Əv xüsusiyyətil xəbər, yaxud da ki, xəbərin özündən də gözümüzü yummuşuq. Biz kəlamın özündən danışırıq. Və zəlikə, necə? Litədəxxulil əxbaril vacibə əs-sidq kə əxbarillahi Teala. Bəzi hallarda deyir ki, kəlamın sadiqliyi onun muxbirinə görə olur. Məsələn, deyək ki, bilirik, Quranda nə deyirsə o haqdır. Elədir. Çünki onu Allah deyib, Allahda kizb olmaz. Allahda kizbin mənası yoxdur. Kizbi adam ki, onun nəsə qorxusu olsun, zəifliyi olsun, acizliyi olsun, nəyə ehtiyacı olsun. Bunlar da heç birisi, yəni yalanın səbəbləri Allahda olmadığı üçün Allahda yalan ola bilməz. İnsan niyə yalan danışır? Acizliyindən, qorxaqlığından, ehtiyacından, qüsurundan, bilməməzliyindən, cəhlindən. Bunların heç birisi Allahda yoxdur. Allahda nə olmaz? Yalan olmaz. İndi deyəndə ki, Allah Teala Quranda filan şey deyir ki, hadi xəbərun sadiq. Amma xəbərliyinə görə yox, Allahın sözü olduğuna görə. Bunu istəmirik. Çünki bu xarici amilə görə oldu, Allah sözü olduğuna görə oldu. Biz ki deyirik, cümlə xəbəri olardı ki, o kəlama deyirlər ki, fi həddi nəfsi özü özlüyündən sadiqli və ya kazibliyi özündə ehtiva eləsin, özündə ehtimal eləsin. Yaxud məsələn deyəm ki, vəl bədihiyatil məlufə, məluf bədihiyat ki var, məsələn deyirəm ki, hər hansı bir şeyin özü hissəsindən böyük olmalıdır. Ya məsələn deyirəm ki, şey eyni vaxtda ağ və qarı ola bilməz bu cür şeylər. Və li tədəxxulil əxbaril vacibə əl-kizb. Və li tədəxxulil əxbar əl-vacibətil kizb. Və bəzi hallarda da yalanı zəruri olan xəbərlərin tədəxxülünə görə ki, əxbaril mütənəbbin fi iddiain nübüvvə. Məsələn deyir ki, biri yalancı peyğəmbər çıxır. Necə ki, Bakıda Ələsgər çıxmış, deyir, mən peyğəmbərəm. Mənə filan şey vəhy yolunda nədir?
Deyir bu sözü, amma yalançılığı deyir bu yalandır. Ağzından çıxan sözü yalan vəsf edir, amma cümləyə görə yox, şəxsinə görə. Deyir bu yalançıdır, dediyi sözlər də yalandır. Artıq cümlə quruluşuna görə yox. Nəyə görə vəsf elədiyi bu sözü yalançılığına, kizbinə, muxbirinə görə, o qailinə görə, mütəkəlliminə görə. Bunu istəmirik biz. Biz ki, cümlə xəbəriyyədən danışırıq bəlağət elmində, muxbirə görə yox, özünə görə sadiq və yaxud kazibliylə vəsf olunsun. Kazibli o deməkdir ki, xariclə mütabiqət eləməsin. Sadiq odur ki, vaqe ilə ya xariclə, xaricdən yəni xaricəz kəlamda, yəni vaqe ilə. Vaqe ilə mütabiqət elənə sadiq xəbər deyirik, sidq deyirik, əgər mütabiqət eləməsə kizb deyirik. Sonra deyir ki, əqradul cümləl xəbəriyyə. Xəbəri cümlələrdən qərəz, məqsəd. Xəbəri cümlələr nə üçün işlədilir? Ki, əl-xəbər yusaqu li təhqiqi əhədi qaradayn. Xəbər cümlələri adətən iki məqsəd üçün deyilir, iki məqsəd üçün zikr olunur. Əl-qaradul əvvəli və huvə qəsdul ixbar və l-i'lam. Birinci və əsl məqsəd hər hansı bir hadisənin baş verməyin, xəbər vermədiyi, baş verməyin ya verəcəyin. Deyirəm, filan kəs öldü, filan kəs gəldi, filan kəs gələcək, filan şey bu cür olacaq. Məqsədim xəbər verməkdir və adətən də xəbər cümlə bunun üçün işlədirik. Xəbər ilə adından bəlli də xəbər verirəm ki, filan şey oldu, ya olur, ya olacaq. Əsl məqsəd budur. Və hâzə huvəl qaradul əsli min ilqail xəbər və huvə alə darbeyn. Deyir ki, əsl məqsəd ilə xəbər cümlələrindən budur, nəyinsə hansısa bir məlumatı çatdırmalıdır ki, bu şey olub, ya olacaq. Bu da iki cürdür. Və huvə alə darbeyn. Birinci, faidətul xəbər, bir də ki, lazimul faidə. Bəzi hallarda sən xəbərin özünü çatdırmaq istəyirsən, məlumatın özünü çatdırmaq istəyirsən, bəzi hallarda da laziməsin. Necə? Ta ki, bir nəfər əgər bir şey bilmirsə, sən deyirsən ki, filan kəs, məsələn, imtahandan keçdi. O elə bilir, keçməyib, sonra xəbər verdin, yox, keçib, qane oldu. Bir dəfə də var, məsələni bilənə bildiyi şeyi xəbər verirsən. Orada artıq sən məqsədin onun nədir? Xəbər vermək deyil. Onun lazımul fayda. Yəni, mən biləsən ki, mən bunu bilirəm. Deyəm ki, sən də əskərliyi qutardın, başa vurdun, gəldin. Yəni, bilirəm ki, bundan biləsən ki, xəbərin var. Burada ona deyilə lazımul fayda. Nəsə oxuyaq qabağa gedək. Faidatul xəbər və huvə yəhsəlu minəl xəbəril mulqa li ifadətil müxatab əl-hükm. O xəbər ki, qarşı tərəfi ötürülür, müxatabə ötürülür ki, nə olsun? Li ifadətil müxatab əl-hükm. Müxatabə o hökmü ilqa eləyirsən, ifadə eləyirsən, əlləzi təzammənəthu əl-cümlə. O xəbər ki, cümlə onu içində saxlamışdı, cümlə onu zimnində saxlamışdı. O xəbəri verirsən müxatabə. Və hâzâ yəşmulu cəmiyyəl əxbar ləti yuradu minhə təriful müxatab biməzmuniha. Bu, müxatəbin zehninə ötürmək istədiyim bütün növ xəbərləri şamil olur. Kə əxbaril muttasilə bil həqaiqil ilmiyyə, əv tarixiyyə və nəhviha. İstər adi cümlələr olsun, ya elmi həqiqətlərdən danışan cümlələr olsun, ya tarixi hadisələrdən xəbər verən olsun, ya ki, şəxslər barəsində olsun, hər cür cümlələr. Əgərsə sən bir cümlə qurmusan ki, istəyirsən o cümlədə ifadə elədiyin mənanı, məlumatı qarşı tərəfin zehninə ötürəsən, oldu xəbər cümləsi və məqsədin nədir orada? Faidatul xəbər, yəni xəbərin öz faydasını verməkdir, xəbərin öz birbaşa faydasını. B bəndi lazimul faidə. Lazimul fayda nə deməkdir? Və huvə yəhsəlu minəl xəbəril mulqa li ifadətil müxatab əl-alim bil hükm. Deyir ki, və huvə, yəni lazimul fayda odur, yəhsəlu minəl xəbər, o xəbərlərdən hasıl olur ki, əl-mulqa, ilqa eləmirsən, ötürmüsən, li ifadətil müxatab, müxatabə bir fayda vermirsən, əl-alim bil hükm, hansı ki, həmən müxatab, o hökmü deyəcəyin şeydən xəbəri var idi. Nə eləmək istəyirsən, niyə görə belirsən? Ennəl mütəkəllim, alimun bihi aydan. İstəyibsən deyəsən ki, mən mütəkəllim, mən danışan həmən şeydən xəbərdaram. Kə qavli kəlimən hafizəl Qur'an. Məsələn, bir nəfər ki, Qur'anı əzbərləmişdi, ona deyəsən ki, hafizəl Qur'an. Sən Qur'anı əzbərlədin. Yəni, mənim xəbərim var ki, sən Qur'anı əzbərləmisən. Deməli, xəbər cümlələrinin iki dənə əsas məqsədi var. Birinci məqsəd bundan ibarətdir ki, qarşı tərəfə məlumat ötürəsən. Əsl məqsəd elə budur və bu da iki cür olur. Bir dəfə məlumatın özünü bildirmək istəyirsən, bir dəfə də məlumatı bilən şəxsə həmən cümləni deyirsən ki, yəni bildirəsən ki, məndə bundan xəbərim vardı. İkinci, əl-qarazı sənəvi, ikinci qərəzi. İkinci qərəzi nədir?
huvə qəsdu mə'nən minəl məani. Düzdür, sən xəbər cümləsini işlədirsən, amma məqsədin başqa bir şeydir. Qeyril ixbar vəl e'lam. Məqsədin məlumat ötürmək deyil. Bilmədiyi şey onu öyrətmək deyil. Başqa bir məqsədin vardır. Əlləti tufhəm min siyaqil kəlam. Hansı ki, bu, kəlamın siyaqından bilinir və qərainil əhval. Həmən o halətlərin, o qərinələrdən, halətlərdən başa düşür. Və hiyə kəsirətun, çoxludur, əhəmmuha. Və bunların içindən seçmişəm deyə əhəmlərin zikr eləyəcəm. Əl-Qarazı Sanəv inşallah gələndə də təzdən oxuyarıq. Elhamdülillah Rabbil aləmin və sallallahu ala seyyidina və nəbiyina Muhammedin və alihi tahirin.